Çox insanlar elə bilir bu parikdir, amma bu parik deyil. Qardaş gəlib mənə başını göstərib deyir ki, başıma bax, bu cavan yaşımda saçımın töküldüyünə görə bütün günü kepkanı başımdan çıxartmıram. Çox ucuz qiymətə səni 5-10 il əvvələ qaytaracam dedim. Mən əslində çoxdan gəlmək istəyirdim. Sadəcə ətrafımdakı bəzi insanların mənə kişi də parik qoyar, gedib parik qoyduracaqsan kimi sözləri mənə psixoloji təsir edirdi. Qardaşa, həmin insanlar öz həyatlarında olan qüsuru görmürlər. Sənin həyatında prim yığırlar dedim. Qardaş məndən neçə yaş cavanlaşacağını soruşurdu ki, gəl onu mən deməyim. Bu videonu hal-hazırda izləyən dəyərli insan rəydə öz fikrini yazsın. Biz də oxuyarıq dedim. Qoy saçımı da dartım, parik kimi düşünənlərə cavab olsun dedim. Qardaşa necədir? Başında artıq bir şey kimi hiss eləyirsən dedim. Çox rahatdır. Heç başımda artıq bir şey kimi hiss etmirəm. Saç insanın özgüvənidir. Bilsəydim tərəddüd etməyib, çoxdan edərdim dedi. Qardaşa ənənəvi olaraq bir sual verdim ki, sənin saçın yaxşıdır, yoxsa mənim saçım? Təbii ki, mənim saçım.